yerində qalır. Mümkün qədər tez evlənsin. İslam deyir, bir adamın evlilik yaşı çatıbsa, evlənmir və öz cinsi meylləri ilə mübarizə aparır, bu fəzilət deyil. Deyə, bu böyük bir iş görür. Bu fəzilət sayılmır onun üçün. Düzdür, günaha düşməməyə yaxşıdır. Amma xüsusi bu adam müqavimət göstərəcək, mübarizə aparacaq, buna ehtiyac yoxdur o yaşda. Evlənmək lazımdır, ailə qurmaq lazımdır. İslam deyir, az yat, az yemək ye. Amma buna çatanda deyir, bunu həddində təmin elə. Bunu az demir, deyir ki, təmin olunmalıdır bu. Xristiyan dinində bunun əksidir. Xristiyan dinində insan müqəddəsliyə yaxınlaşdıqca cinsi meyllərdən imtina etməlidir. Yəni, insan öz fizioloji ehtiyacları ilə mübarizə aparmalıdır. Bu, məntiqsiz bir göstərişdir, mənim nəzərimcə. İnsanın quruluşuna ziddir. Tutaq ki, bütün insanlar müqəddəs yol tutdular, onda necə olacaq dünyanın işi? Və müqəddəs olmağın mənası budurmu ki, insan ən təbii fizioloji ehtiyaclarından imtina eləsin, onlardan üz döndərsin. İslam belə bir şey demir, İslam əksini deyir. Peyğəmbər